Trump Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini Putinə verməyə hazırlaşır. Bu barədə Telegraf nəşri yazıb. Məlumata görə ABŞ prezidenti Donald Trump Ukraynadakı müharibəni sonlandırmaq üçün Kremllə yeni sülh planı göndərməyə hazırlaşır. Nəşr yazır ki, Vaşinqtona yaxın mənbələr bu məqsədlə Trumpın xüsusi nümayəndəsi Uitkovun Moskvaya yollandığını bildiriblər. Vaşinqton Rusiya tərəfindən işğal olunmuş Krım və digər Ukrayna əraziləri üzərində Moskvanın nəzarətini tanımağa hazır ola bilər. Bunun qarşılığında Trump administrasiyası müharibənin dayandırılmasını və geniş miqyaslı razılaşmanın əldə edilməsini hədəfləyir. Nəşr yazır ki, bu plan mübahisəli güzəştlər üzərində qurulub və ABŞ-ın Ukrayna ilə bağlı mövcud siyasətində kəskin dönüş kimi qiymətləndirilir. Moskva və Kiyev tərəfi rəsmi reaksiya verməyib.